Salam əziz müəllimlər. Mən bugün sizə lingə aid maraqlı miq və sertifikasiya tipli bir sualın izahını verəcəm. Gəlin keçək sualın izahına. Sualda bizə deyilir ki, kütləsi 30 kiloqram olan bir cins linkdən kütləsi 120 kiloqram olan yük asılmışdır. A cismi dayaqdan 1 metr məsafədədir və 300 Newton qüvvənin təsiri ilə tarazlıqda qalır. Lingin uzunluğunu hesablayın. J bərabərdir 10 Newton bölünsün kiloqram. Deməli, biz baxaq ki, bizə verilənləri birinci biz lingin üzərində göstərək. Deməli, linkdən asılmış A yükünün kütləsi nə qədərdir? 120 kiloqram. Deməli, A yükünün ağırlığı, daha doğrusu ağırlıq qüvvəsi, ona təsir edən ağırlıq qüvvəsi nə qədər olar? MJ-dən olur 1200 Newton. Deməli, A cisminin dayaqdan olan məsafəsi də 1 metrdir. 1 metr. Və lingin özünün kütləsi var. Həm də bu link bir cins link olduğu üçün onun kütləsi, yəni ağırlıq mərkəzi həmin lingin tən ortasından hesablanacaq. Deməli, lingin tən ortasından biz həmin lingin ağırlığını, yəni çəkisini göstəririk. Nə qədərdir? 30 kiloqramdan MJ-dən olur 300 Newton. Bir də bizə deyir ki, həmin bu A cismini 300 Newton qüvvənin təsiri ilə tarazlıqda saxlamaq mümkündür. Deməli, onda bu F qüvvəsi də nə qədərdir? 300 Newtondur. Gəlin biz başqa digər lingin qolunu, digər hissələrini də göstərək. Deməli, baxırıq ki, bu 300 Newton qüvvəyə təsir edən, daha doğrusu bu 300 Newtonluq qüvvənin qolu, biz buna deyək bir Y. Bu hissəyə isə gəlin deyək bir X. Baxın, bu hissə ümumi nə qədərdir? Baxın, bu hissə lingin qolunun yarısıdır. O cümlədən də bu hissədə lingin qolunun yarısıdır. Deməli, elə onda bu hissə də X-a bərabərdir. Və mən yazıram ki, X bərabərdir 1 üstə gələk Y-ə. Gəlin indi momentlər qaydasını yazaq. Momentlər qaydasını yazmamışdan əvvəl qüvvələrin istiqamətini göstərək. Göstərək ki, bu qüvvələr bu lingi dayaq ətrafında hansı istiqamətə fırlada bilər. Baxaq, deməli deyək, baxın bu hissədə bu lingi, deməli 1200 Newtonluq qüvvə lingi aşağıya doğru fırladacaq bu dayağın ətrafında. Digər bu 300 Newtonluq qüvvə də bu dayağın ətrafında bu lingi, baxın, bu istiqamətə fırladacaq. Digər 300 Newtonluq qüvvə də yenə təkrar saat əqrəbi istiqamətində lingi fırladacaq. Deməli, 1200 Newtonluq qüvvə saat əqrəbinin əksinə, digər iki qüvvə isə saat əqrəbi istiqamətində lingi fırladır. Gəlin yazaq. Momentlər qaydasını yazanda, deməli, saat əqrəbi istiqamətində olan qüvvənin momentlərinin cəmi saat əqrəbi istiqamətində olan momentlərin cəminə bərabər olmalıdır. Gəlin yazaq indi. 1200 vurulsun 1, onun qolu məsafəsi 1-dir, bərabərdir. 300 vurulsun Y, yazıram 300 Y, üstə gələk. F qüvvəsinin qolu isə, baxın, budur, bu hissədir. Bu hissə nə qədərdir? X üstə gələk Y qədər. Deməli, onda yazıram 300 vurulsun X üstə gələk Y. Təkrar bir də həmin hissəni bir də yazaq. 1200 bərabərdir 300 Y üstə gələk 300 vurulsun X-in yerinə, baxın, bu ifadəni yazaq. 1 üstə gələk Y üstə gələk Y. Bu ifadəni yazanda biz buradan alırıq ki, 1200 bərabərdir 300 Y üstə gələk 300-ü 2 Y-ə vuranda edir 600 Y üstə gələk 300. Və buradan da alırıq ki, 300-ü bu bərabərliyin sol tərəfinə keçirsək, alırıq 900 bərabərdir 900 Y-ə.
y də bərabərdir 1 metr. Deməli, x lingin yarısıdır. Yarı hissəsi, qolunun yarısı. Deməli, x-i tapa bilərəm. 1 üstə gələk 1-dən. Alıram 2 metr. Bəs lingin uzunluğu nə qədərdir? Elə 2x-dır. 2x olanda 2 vurulsun 2-dən. Alıram ki, 4 metrdir. Deməli, tapdım. Məndən də soruşurdu, lingin uzunluğunu hesablayın. Lingin uzunluğu nə qədərdir? 4 metr. Əziz müəllimlər, mən bunu bu qaydada hesabladım. Amma bunu başqa tip qaydada da hesablamaq olar. Məsələn, bu y-i yazmaq olar. Deməli, y bərabərdir. X çıxılsın 1, bölünsün 2. Bu şəkildə hesablayanda artıq biz burada y-i yox, x-i tapırıq. X hissəsini isə artıq bu şəkildə, deməli, bu hissəni götürürük. Artıq x bu hissədir. X bu hissə olanda biz y-i bu şəkildə tapıb, yenə də momentlər qaydasından istifadə edib məsələni həll edə bilərik. Sizə uğurlar arzulayıram. Növbəti dərslərdə görüşənədək.